Hər vaxtınız xeyir dəyərli izləyicilərim. Bugün sizə Mehdabadda, daha doğrusu əzizlərim, yerin deyim ki, yəni zəng edənlər bilsinlər, başa düşsünlər ki, izləyəcəyim haradır. Mehdabaddan Pirşağıya gedən yol var ha. Bilirsiniz, Nurlan Market sad, bax bu tərəflərə, bax həminki yerdə. Əzizlərim, küçəsi asfalt, yola yaxın, ümumi 10 sot torpağın içində yerləşən 2 mərtəbə üstü mansard. Əziz izləyicilərim, valla sənədlər də bax əlimdədir sənədləri. Tam fərdi yaşayış. Yəni sənəti qəşəng sənəddə əzizlərim. Qiyməti də 210.000 manatdır. Real alıcı ilə qiymətdə razılaşma ev yəsi tərəfində olacaq. Əzizlərim, bura evimizin qonaq otağıdır. Yer istip oldu. Bura bizim mətbəximiz. Bura sanuzel. Əzizlərim, buradan bax bu qonaq otağından da həyətə çıxış var. Bax bu bağatda olan həyətə. Gedəyin evimizin ikinci mərtəbəsi ilə tanış olağın. İkinci və üçüncü mərtəbəsi. İki mərtəbədir. Üstüdə mansar. Əzizlərim, evimizin qiyməti 210.000 manatdır. Sənəti qupcadır. Real alıcı ilə qiymətdə razılaşma ev yəsi tərəfindən olacaq. Əzizlərim, bu da evimizin çöldən görünüşüdür. Həyətdə müxtəlif növ. Haradasa 50-60 olar bəlkə də. 10 sot görürsünüz, tamam ağaçlıqdır. Var verən meyvə ağaçları. Bax, həyətimizdə belə navesi, yelləncəyi yenə. Qiymətini də qeyd eləmişəm əzizlərim, 210.000 manatdır. Real alıcı üçün qiymətdə razılaşma ev yəsi tərəfindən olacaq.